İstəyərdik bir mövzu haqqında sizə sual verək. Hansı ki, sosial şəbəkələrdə son zamanlar paylaşılır bu video. Başlıq da ki, rəhbərlərə münasibətdə həddaşmaq mövzusundadır. Sanki daha çox həddaşılıb da rəhbərlərə qarşı münasibətdə. Orada bəzi dəlillər getirilir, hansı ki, qardaşların beynində suallar yaranır. Hədisdən biri budur ki, kim sultanın qapısına gələrsə, artıq fitnəyə məruz qalar. Buradan bir neçə sual çıxır. Birinci sual ki, bu hədis necə başa düşülməlidir? Bu birinci dəqiqləşdirmək lazımdır. Hədis səhihdir yoxsa yox, bu bir. İkinci, yəni orada sadəcə hakimlər barədə ümumiyyətlə hakimlərin yanında olmaq o deməkdir ki, dünyadır həmçinin, o mənada da daşıyır. Ona görə bəzi alimlər, hakimlər onlara deyəndə gəlin yanımızda, məsələn, qazı olun və s. imtina eləyirdilər. Düz hamısı yox. Hamısı yox. Hər kimsə qazı olmalıdır. Bu mənada. Yəni, o deməkdir ki, yəni, bunun nə əlaqəsi var hakimə tabi olmaqdan? Nə əlaqəsi var ki? Bu necə əlaqələndirirlər? İkinci sualım üçün odur. Bu kimi hədisləri dəlil gətirərək deyirlər ki, hakimə münasibətdə orta yol tutmaq lazımdır. Orta yol da odur ki, nə təyin eləmək olar, nə tərifləmək olar. Yox, təyin eləmək olmaz. Tərifləmək də biz demirik, tərifləyək. İhtiyac olsa, olan bir şeyi. Məsələn, biz tərifləyirik hakimimizi. Orada məsələlər var. Ən böyüyü də Qarabağ məsələsi. İndi tutaq ki, mən öz hakimimi təriflədim bu məsələyə görə. Nə var ki burada? Əsas odur, yalanlar olmasın. Əsas ki, olmayan bir şeyi deyin və s. Aydındır. Onlar sadəcə, onlar əslində olan problemi var hakimiyyə məsələlərində. Onlar belə məsələləri gətirirlər, elə göstərmək istəyirlər ki, görür ki, biz məsələn həddaşırıq itaət məsələlərində. Hətta deyirlər ki, onların ələv variantları. Deməli, deyirlər ki, biz hətta deyirik, asilikdə də tabu ol. Asilikdə də tabu ol. Heç kəs elə demir. Asilikdə itaət yoxdur. Şəriətə müxalif olan məsələlərdə itaət yoxdur. Sadəcə, onlar elə təqdim edir. Və məsələn, tutaq ki, indi ən böyük məsələlərdən biri, ən böyük fitnələrdən biri, hansı ki, müsəlman ölkələri xarab günü qalıb, nə qədər insanlar ölür və s. O məsələlərdən biri də hakimiyyədir. Məsələn, təkfir də hakimiyyədir. Məsələn, ona görə, məsələn, tutaq ki, sən hakimiyyədən danışsın biraz artıq. Hakimiyyə məsələləri, hakimə tabi olmaq lazımdır, ona çıxma olmaz. Məyər sən ifrata varsan bunda? Yəni, o səhv sözdür, demək ki, nə söymə, nə də tərifləmə. Ona sözdür. Kim onu deyir alimlərdən? Bəli. Həmçinin bu məsələdən üçüncü sual çıxır ki, hakimə münasibətdə orta yol deyirlər. Biz necə başa düşürük? Orta yol nədir? Orta yol odur ki, biz deyirik ki, bizim mövqeyimiz budur ki, hakimə əlhamdülillah müsəlmandır, hakimə tabi, asi olmayan məsələlərdə orta yol budur. Nə deyək yenə? Yəni, bunlar bunu orta yol saymır. Hətta fil ma'ruf və salam, necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur. Onlar nə deyirlər orta yol? Nə tərifləmək və orta yola misal getirirlər. Mesela İmam Buxarinin həmçinin bu sözü, belə bir sözü var ki, Sultan onu öz sarayına dəvət edəndə İmam Buxari deyir ki, ona de ki, mən heç vaxt elmi alçatmaram və sultanların qapısına gəlmərəm. Əgər sənin elmdən nəyəsə ehtiyacın varsa, o zaman məscidimə və ya evimə gəl məni ziyarət et. Olsun, bəli. Çünki elm gedməz, elmə gələrlər. Bəli, burada nə var ki? Burada nə İmam Buxari təni elədi ona, yoxsa nə? Bu nə dəxli var məsələyə? Bəli. Həmçinin İmam Buxarinin bu sözü özü sıravi cəmaata bir çağırış idimi ki, hakimə çox da yaxın gedməsinlər? Yox, hakimə yox. Sadəcə İmam Buxari burada cəmaata çağırış deyildi. Cəmaata başa salmaq istəyirdi ki, elm gedməz, elm üçün gələrlər. Hətta hakim olsa belə. O idi məsələ. Elmin, alimlərin fəziləti görsənir. Bəli. Belə bir suala doğru məsələdən ki, ümumən sələfi alimlərin hakimlərin saraylarından uzaq qaçması bu hakimə itaətsizliyə dəlildir, çağırışdır, yoxsa onlar öz şəxslərini qoruyurlar? Yox, sadəcə öz şəxslərini qoruyurlar. Minbabül vara deyirlər ona. Yəni Allah qorxusu, ehtiyat. Amma bu o demək deyil, sələflər hamı qaçıb hakimiyyətdən. Yox. Sadəcə bəziləri vara baxımından bəli eləyiblər, amma yenə bu
Onlar hakimə qarşı deyirlər. Bu nə dəxli var bu məsələyə? Bəli, Yəni sual nədir burada? bəli. Yəni, onların hakimə yaxın olmağı, saraylara getməyi və xidmət eləməyindən qaçmaqları özlərini dünyaya qaptırmaqlarından qorxmaqlardır da. Hətta zahid deyil. Nəinki onlar hakimlə. Məsələn, elə alimlər olub ki, dünya malından imtina ediblər. Belə, bu zahidlikdir. O baxımdan. Yoxsa hakimlə aralarında məsələlər var, ona görə yox, səhv başa düşürlər. Və ya bilməyən adamları səhv başa salırlar. Bəli. Var onlarda, ümumiyyətlə onlarda, onlar deyirlər ki, biz hulatut da. Biz gör ki, ifrata varmışıq. İfrata zad varmamışıq. Düşünlər, ifrat nədir məsələn? Biz sadəcə şəriət nə həddə deyib, o həddi deyib dayanırıq. Məsələn, ən düzgün yolu budur. Onlar sadəcə bilməyənləri alladırlar. Elə təqdim edirlər, bəli. İfrat kimi gətirdikləri məsələlərdən biri nədir? Düz özləri yox, amma bu kimi videolara qulaq asanlar və ya oxuduğumuz sualları, altda şərhlərdə o videolardan qidalanan insanlar şərhlər yazırlar. Məsələn, biri odur ki, şeyx sizə ünvanlayır ki, şeyx, sizə o vaxtda sual ünvanlanmışdı. Deyilirdi ki, sualda İmam Nəvəvi, İbn Həzərin əqidəsində də müəyyən problemlər var. Bəs niyə ona bidətçi demirsiniz? Siz də cavabında demirsiniz ki, onların ad və sifətlərdə problemi olsa da, əsas hakimiyyətdə problemləri olmayıb. Sonda bu sual verir ki, yəni hakimiyyə tövhiddən daha önəmlidir. Yox, bunu ifratdan sayırlar. Yox, mən demədim hakimiyyədə. Mən dedim hakimiyyədə və başqa məsələlərdə onların problemləri olmayıb və ona görə sələf onları bir dəlil kimi yox, bir dəlilə kömək kimi onların fikirlərini gətirirlər. Bəli, onların isim və sifətlərində olub nəsə. Bəli, lakin biz qabartmırıq da, necə həddadilər bunu eləyir. Həddadilər onları təbdil edir. Biz həddadi deyilik axı. Biz həddadiliyin əleyhinəyik. Biz bilirik ki, onlar alim olublar, amma o demək səhvlərini bilirik. Lakin onlar hakimiyyə məsələlərində, təkfir, başqa məsələlərdə, nə üçün bu məsələlərdə? O sadəcə misal çəkdim onu. Misal çəkdim, bəli. Şimdi son olaraq bu mövzu haqqında belə bir sual vermək istəyirik ki, indiki vəziyyətdə, yəni ətrafda hakimi ləkələmək istəyən, ona qarşı çıxmağı, icazələri görməyi dəvət edən insanların çoxaldığı halda, sizin də hakim ətrafında olmaq, onun üçün dua eləmək, hakimə qarşı çıxmağın qadağan olması dəlillərini zikr etdiyiniz vaxtda bu kimi videolar düzəldib, ictimaiyyətə təqdim eləməkdə məqsəd nədir? Məqsəd göstərir ki, onların necə olmasa da müşkül məsələləri olmaqları da olanın. Hər halda onlarda nəsə var. Çünki hakimə qarşı olanlar cürbəcürdür. Ən pisləri də qadədir. Qadə özlərini bildirmirlər. Oturaq. Onlar danışırlar belə bu tərəfdən deyirlər. Amma özlərini deyəndə deyir, yox, olmaz və s. Onlar ən pis növüdür xavariclərin. Onlar sadəcə gizlədirlər özlərin. Əks tərəfi təyin edirlər, gör ki, ifrata varırlar. Bəli. İddia olunur ki, siz hansı ki qoyduğunuz mövqe var bidət əhlinə qarşı, o bir növ bidət əhlinin kasıblarına qarşı qoyulan mövqedir. Bidət əhlinin imkanlarına qarşı başqa mövqe tutursunuz. Bu kimi şey iddia olunur və vaxtda videolar çıxıb danışırlar. Ya bunu ya cahildir, ya da qərəzli adam. Boş söhbətdir. Mən birinci ümumiyyətlə qardaşlar, bidət əhli ilə müamilə necə deyirlər, münasibət. Biz bidət əhlinə hamısına eyni gözlə baxmırıq axı. Var dəvət eləyənləri, alimləri, var avamları. Avamlarla biz görüşə bilərik. Dəfələrlə məsələn sual olur ki, məsələn hətta o axırıncı fitnələrdə o azanlar var və heç başları çıxmır nə baş verir, maraqlı deyil onlara. Onlarla münasibət necə olsun? Biz deyirik onlara salam vermək lazımdır, salam verin. Görüşün düzdür. Hər halda onlarda var müşkül məsələ. Amma salamdır və s. onlar kəsilməyib. Salam kimlərdən kəsilir əsas? O əsaslardan, o dəvətçilərindən. Amma o ki qaldı məsələn, imkanına oturur, hamısı yalandır axı böhtan. Birinci mən oturanda baxmıram, bu imkanlıdır, bilmirəm imkanlıdır yoxsa yox. Mənim maraqlı da deyil o. Və heç vaxtda can atmıram. Mənim üçün fərqi yoxdur, əsas dəvətdir. Hamı üçün belə olmalıdır. Kim ki imkanlıdır, kim ki imkanlı deyil. O, allatmaqdır sadəcə cəmaatı. Ola bilər kimlənsə oturaq nəsə araşdırmaq üçün, nəsə aydınlaşdırmaq üçün. Məsələn,
Mən bilirəm ki, məsələn, çoxsuyla otursaq belə, Allahın izni ilə, inşallah, onlar çoxsu fikirlərində dönəcəklər. Çünki onların problemi nədir, onların müşkül məsələsi nədir? Onlar bizimlə oturmurlar. Oturanda fikirləri dəyişir. Çünki onlar nə deyiblər, bizi var idi, yalan damısı. Ona görə onlar oturanda biz özümüz də fikir vermişik. Neçə dəfə olub ki, adam məsələn oturub fikirləri dəyişib. Və ya ən azından artıq bəzi şeyləri demir artıq. Ola bilər kiminləsə oturasan, bu demək deyir ki, o həddadilərin üslubudur. Biri ilə görsələr, oturdun, qutardı, sənin işin bitdi. O həddadilərin üslubudur. Ola bilər, amma qaldı ki, imkanlarla oturub, mən əlhamdülillah hər şey yox da, yalandır bu. Bu, adam görsəni ki, psixoloji da ola bilsin, problem olsun adamda və ya nəsə qərəzdə olsun. Yalan söhbətdir bunlar hamısı. Əlhamdülillah, çünki mən özüm bilirəm, hələ şey yoxdur. Və fərqi yoxdur, mən bütün qardaşlarla oturam. Hərdən toyları, məclislərə çağırır, heç bilmirəm kimin toyda. Neçə dəfə olub ki, oturmuşam toyda, yanımda oturan demişəm, qardaş, toydur, əqiqidir, bilmirəm, nədir. Bir də kimin toydur, kimdən soruşuram, deyir ki, Qamət qardaş, mənim toyum deyə. Mən heç bilmirəm, onun toyudur. Buradan görürsən, birdən elə olur ki, 200-300 kilometr gedirəm. Düzdür, özümü tərifləmirəm, lakin demək istəyirəm ki, hələ xəstə insanlar, hələ adamlar, fəttanlar, yalan danışırlar. Əslində hələ deyil. Aydındır. Şeyh, həmçinin bir şəxs, əgər məsələn İbn Teymiyyenin bütün kitablarını oxuyubsa, hələ də şəriətdə və minhəc əqidə məsələsinin bəzi mövzulara başa düşməyibsə, ona bundan sonra nələr oxumağı tövsiyə edərdiniz? Vallahi mən bilmirəm, kimsə deyib ki, mən bütün İbn Teymiyyenin kitablarını oxumuşam. Belə desə yaxşıdır. Çox kitabı, yaxşı. Amma İbn Teymiyyenin təxminən 700 kitabı var, az ya çox. Yəni bir şəxs iddia edir ki, mən hamısını oxumuşam. Biz alimlərdən belə şey eşitməmişik biz. Yəni alimlərin yanında olmuşuq müəyyən müddət. Amma eşitməmişik ki, biz kimsə desin ki, mən İbn Teymiyyenin bütün kitablarını oxumuşam. Məsələn, o deyən adam, məsələn, Ta'arudul Aqli və Naqli oxuyur. Neçə ciddir. Onu oxumaq üçün professor olmalısan. Yəni güclü elm sahibi olmalısan. O kitabı oxuyub məsələyə misal çəkirəm. Bəlkə oxuyub Allah bilir. Oxuyubsa Allah yaxşı. Qeyd elədiniz ki, o kitabı, ümumiyyətlə bəzi kitabları oxumaq üçün müəyyən elmi dərəcələriniz olmalı. Bəli, xüsusən Şeyxülislamın və İbn Qeyyimin. Əgər elmi dərəcələr yoxdursa və bir insan böyük kitablara qarışırsa, sonda yaxşı nəticə ola bilər. Koruyur da. Yəni, hələdir. Koruyur. Hər halda əsaslı olmalıdır. Elmindən danışanın əsası olmalıdır. Mənbəyi olmalıdır. Belə. Yaxşı. Allah razı olsun. Allah kömək olsun. Assalamu aleykum. Aleyküm.